İndi Qarabağ ezam olunan əməkdaşımız Südabə Cahangirli bizimlə birbaşa bağlantıdadır. O bizə ərəb nümayəndə heyətinin səfəri ilə bağlı ən son məlumatları çatdıracaq. Axşamınız xeyir olsun Südabə xanım. Buyurun, söz sizdə. Axşamınız xeyir Samirə, sizi də tamaşaçıları da salamlayırıq. Bəli, dünəndən başlayaraq ərəb tədqiqatçılarının Şərqi Zəngəzura və Qarabağa növbəti səfəri başlayıb. Qeyd edək ki, ərəb tədqiqatçılarının ən böyük istəklərindən biri idi Qarabağa, Şərqi Zəngəzura səfər etmək. Çünki həmin tədqiqatçılar uzun illər idi ki, Azərbaycanla bağlı, Azərbaycan həqiqətləri ilə bağlı dünyada müxtəlif çıxışlar edirdilər, müxtəlif araşdırmalar aparırdılar, müxtəlif tədqiqatlar aparırdılar və bir neçə kitabların da müəllifidir həmin ərəb tədqiqatçılar. Onlar ərəb ölkələrindən olan müxtəlif universitetlərin, müxtəlif mərkəzlərin tədqiqatçılarıdırlar və ən böyük istəkləri də o idi ki, işğaldan azad olunduqdan sonra bu torpağa birbaşa gəlsinlər, tədqiqatlarını burada aparsınlar. Dünən onlar Cəbrayıl rayonunda oldular, dağıdılmış, işğal olmuş Cəbrayıl rayonunda yaxından tanış oldular. Erməni vandalizminin törətdiyi əməllərlə tədqiqatlarını hansı istiqamətdə aparacaqlar, bu barədə fikirlərini bizimlə də bölüşdülər və orada mina təmizləmə əməliyyatını izlədilər. Cəbrayıl rayonundakı qəbristanlıqda oldular. Bugün isə onların Şuşa səfəri başladı. Şuşa səfəri ümumiyyətlə onların ən böyük istəklərindən biri idi ki, onlar Şuşadakı məscidlərdə olmaq istəyirdilər, orada namaz qılmaq, azan səsləndirmək, dualar etmək istəyirdilər və onu da qeyd edim ki, ərəb tədqiqatçıları da bunu vurğuladılar və biz də bir daha mən təəssüflə qeyd etmək istəyirəm ki, müharibə cinayətlərinin, terrorun, işğalın acı nəticələrinin, izlərinin hansı acı nəticələr törətdiyini görmək istəyən tədqiqatçılar varsa, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gəlməlidir və burada tədqiqatlar aparmalıdır. Bunu ərəb tədqiqatçıları da bizimlə fikirlərini bölüşərkən bildirdilər. Onlar burada Şuşada dağılmış evlərə baş çəkdilər, müxtəlif tarixi abidələrə baş çəkdilər. Yuxarı Gövhərağa məscidində oldular, aşağı Gövhərağa məscidinə getdilər, Saatlı məscidində oldular və eyni zamanda onlar burada tarixi, mədəni abidələrlə tanış oldular və bir Qazancı kilsəsinə getdilər və ən mühüm vurğuladığı fikirlərdən də biri o idi ki, Azərbaycan bugün dünyaya ən gözəl multikulturalizm nümunəsi təqdim edir. Çünki heç bir dini, tarixi abidədə fərq qoymadan hamısını ən yüksək səviyyədə bərpa edir, təmir edir, sahib çıxır, qoruyur və bu Azərbaycan xalqının ən böyük xüsusiyyətlərindən biridir. Bunu bir mənalı şəkildə həmin tədqiqatçılar qeyd etdilər və ən başlıca məqamlardan da biri onu qeyd etdilər ki, və onların diqqətini cəlb edən məsələ odur ki, bir tərəfdə işğal faktorudur, erməni vandalizminin törətdiyi əməllərdir, digər tərəfdə isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa müddətdə apardığı sürətli inkişafdır. Bax, bu istiqamətdə də onlar fikirlərini qeyd etdilər ki, Azərbaycan dövləti bu istiqamətdə çox mühüm addımlar atıb və ümumiyyətlə həmin işğaldan azad olmuş ərazilərdə qurulan yeni infrastruktur, yolların çəkilməsi və xüsusilə onlar zəfər yolunu qeyd etdilər ki, qısa müddətdə belə bir yolun çəkilməsi, yəni asan başa gəlməyən bir iş, tezliklə reallaşması və biz özümüz də həmin o zəfər yolu ilə Şuşaya getdik. Qısa müddətdə o yolun necə sürətlə çəkildiyinin şahidi olduq və bir məqamı da qeyd edim ki, və onlar da xüsusi vurğuladılar ki, Azərbaycan artıq işğaldan sonra, işğaldan ərazilərini azad etdikdən sonra regionda yeni reallıqlar yaradı. Bu reallıqlar, yəni təkcə Azərbaycan burada daxili yollar çəkmir, bu beynəlxalq yollardır. Burada hava limanı salınır, beynəlxalq hava limanı. Yəni bütün bunlar onu göstərir ki, Azərbaycan regionda yeni reallıqlar yaradı. Bu reallıqlar sülhə, təhlükəsizliyə, inkişafa əsaslanmış, istiqamət götürmüş reallıqlardır. Və bu günləri onlar Ağdamda oldular, Ağdam məscidlərini ziyarət etdilər, dağıdılmış, viran qalmış Ağdama baxdılar, çox təəssüfləndilər, çox kədərləndilər və hətta orada ərəb tədqiqatçıları göz yaşlarını belə saxlaya bilmədilər. O viran olmuş əraziləri görərkən, o dağıdılmış məscidləri görərkən, çox bir müsəlman qəbristanlıqlarına, məscidlərinə qarşı bu cür təhqirləri görərkən çox təəssüfləndilər. Ağdam səfərindən sonra indi onlar, biz Ağdamdan artıq ayrılmışıq və üzümüz Gəncəyədir. Sabah onlar Gəncədə olacaqlar. Gəncədə də müharibə vaxtı ermənilərin dinc insanlara qarşı törətdiyi o hərəkətləri, o vandalizmi öz gözləri ilə görmək istəyirlər. O istiqamətdə də tədqiqatlar aparmaq istəyirlər. İndi biz Ağdamdan çıxmışıq, üzü Gəncəyə doğru gedirik. Samirə, mənim təəssüratlarım olduqca çoxdur. Yəni mən efir vaxtını sadəcə nəzərə alıb burada saxlamaq istəyirəm fikirlərimi. Hələlik söz sizdədir, sualınız olarsa məmnuniyyətlə cavablandırarıq. Təşəkkür edirik sizə. Yolunuz açıq olsun. Zəfər yolumuz hər zaman açıq olsun. Xatırladaq ki, canlı bağlantıda Qarabağ ezam olan əməkdaşımız Südabə Cahangirli idi.